Herkese salam. Bugün sizinle 2025 DİM informatika test toplusunda informasiyanın kodlaşdırılması bölməsinə aid test tapşırıqlarının izahına baxacağıq. Çalışacağım video davamlı olsun. Bütün test tapşırıqlarının izahını verməyə çalışacağım. Başlayaq. Birinci testimizdə deyir ki, konferans salonunda qonaqların əyləşməsi üçün 180 stul mövcuddur. Stulların hər birini kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? 180 stul mövcuddursa, bu bizim böyük enimizdir. Biz 180 stulun hər birini ən az neçə bitlə kodlaşdırmağımızı istəyirsə, yəni i'ni axtarırıq biz burada. Axtardığımız i'dir. Onda biz 180-i 2'nin qüvvətləri arasına salmalıyıq və 2'nin ən böyük 180'ə yaxın qüvvətini tapmalıyıq. Bu da 207 ilə 208'in arasında olur. 207 128, 208 də 256 olduğu üçün 128 ilə 256'nın arasında yerləşən 180 ədədində ən kiçik, ən az dediyi üçün 8 biti götürəcəyik. Niyə 8 biti götürürük, 7 biti götürmürük? Çünki biz 128 simvolunun içərisinə 180 simvolu yerləşdirə bilmərik. Yəni 128 simvollu əlifbada 180 müxtəlif simvollu tutan ki bir söz yarada bilmərik. Amma 256 simvoldan rahatlıqla istifadə edərək 180 simvollu söz yarada bilərik. Eyni şəkildə bu stul məsələsində də. Ona görə bu tip məsələlərdə verilən ədədi 2'nin qüvvətləri arasına salırıq və ədədə yaxın olan 2'nin ən böyük qüvvətindəki ədədi, yəni 8'i götürürük burada. Cavab olacaq D variantı. 220'də. Deyir, daha doğrusu ikinci sualda deyir ki, 220 müxtəlif rəngi kodlaşdırmaq tələb olunur. Bu kodlaşdırma zamanı rəng dərinliyinin minimal miqdarını müəyyən edin. Yenə rəng dərinliyi deyirsə i'ni axtarırıq. Yenə 220'ni 2'nin qüvvətləri arasına salsaq, yenə 208 ilə 207 arasında olacaq. Onda yenə 8 bit götürəcəyik. Burada cavabda 8 bit yoxdur. Avtomatik bayta çevirəndə 8 bitimiz neçə baytdır? 1 bayt. Cavab olacaq Y variantı. Üçüncü sualda deyir, qrafik redaktorlara aid deyil. Deməli, MS Paint qrafik redaktordur. Raster qrafikasının redaktorudur. Adobe Freehand də vektor qrafikasının redaktorudur. Bunlar aiddir, bu getdi. Aid olmayanlar axtarır. Oracle verilənlər bazasıdır. OpenOffice Writer mətn redaktorudur. Deməli, aid deyil. Biri bu. CorelDRAW vektor qrafikasıdır. Aiddir. MS Access verilənlər bazasıdır. Aid deyil. TuxPaint və PaintNet də hər ikisi qrafik redaktordur. Raster qrafikasının redaktorları da aiddir. Ona görə götürmürük. Cavab olacaq 2-4. B variantı. Dördüncü sual. Elektrik siqnallarını rəqəmsal şəklə çevirən qurğu necə adlanır? Elektrik siqnalları analog olduğu üçün analoq rəqəmsala çevirən analoq rəqəmsal çeviricisi olacaq. A variantı. Beşinci sualda 2048 simvoldan ibarət informasiyanın həcmi 213 bittir. İnformasiyanın həcmi 213 bittir. Deməli, H bərabərdir 213'ə. 2048 simvol deyirsə, bu simvol sayımız bərabərdir 2048'ə. Bu informasiyanın kodlaşdırıldığı əlifbanın gücünü istəyir. Böyük N. Böyük N də tapmaq üçün əvvəlcə biz i'ni tapmalıyıq. Həcm düsturumuzda həcm bərabərdir. Simvol sayı vurulsun i olduğu üçün yerinə qoyaq hər birini. Simvol sayımız 2048. 2048'də gəlin 2'nin qüvvəti kimi göstərək. 211. Vurulsun i'ni axtarırıq. Bərabərdir. H həcmimiz nə qədər idi? 213. i də bərabər olacaq neçəyə? 213 ilə 211'in qüvvətləri xısar gedəndə 202 qalır. O da 4 bit. i'ni tapdıq 4 bit. Əlifbanın gücü də hansı düsturla hesablanır? Böyük N bərabərdir 2 i. i'ni də tapışıq, yerinə qoyaq 204, o da eləyəcək 16 simvol. Cavab olacaq 5-ci sualda A variantı. Sonra 6-cı suala baxaq. 6-cı sualda deyir ki, qrafik təsvirin hər bir rəngi 32 bitlə kodlaşdırılır. Hər bir rəng deyilirsə bu i'dir. Bir rəngdən, bir simvoldan tanışırsa məsələn şərtində, deməli bu i'dir. i bərabərdir 32 bitə.
Palitradakı mümkün rənglərin maksimal sayı ən çoxu nə qədər olar deyirsə, maksimal sayı nə qədər olar, ən çox nə qədər olar deyirsə, bu da böyük N-dir. Böyük N-də düsturu 2 üstü i-dir. Burada da 32-ni i-nin yerinə qoyanda 2 üstü 32. Cavab olacaq Y variantı. 7-ci sualda 128 simvollu əlifbada, yenə 128 simvollu əlifba deyirsə, bu bizim böyük N-imiz bərabərdir 128-ə. Buradan da avtomatik i-ni tapırıq 7 bit. Məsələni hər zaman həll etdikdə cümlə hər bir ədədin, verilən ədədin nəyə aid olduğunu birbaşa yerinə yazsaz, qeyd eləsəz daha rahat olar sizin üçün. Deyir 128 simvollu əlifbada yazılmış məlumatın həcmi 350 bitdir. Aha, həcmi də verdi. Həcmi 350 bit. Bu məlumat 1024 simvollu əlifba ilə kodlaşdırılsa, ikinci bir böyük N verdi. Bu M1, bu I1. İkinci bir böyük N'imiz, N2'miz 1024 simvollu əlifba deyir, 1024'dür. Onda I2'miz də 10 bit çıxır. 10 bit. Kodlaşdırılarsa onun həcmi nə qədər olar? Yəni H2-ni istəyir. H1-i verib, H2-ni istəyir. Bu da məlum məsələdir ki, tənasüblə rahatlıqla həll oluna biləcək məsələdir də. Tənasüblə gəlin həll eləyək. Deməli, biz tənasüb quranda H-ımız, yəni həcmimiz böyük N-dən, əlifbanın gücündən asılı olmadığı üçün mütləq i-dən simvol sayın bir simvolun həcmindən asıl olaraq qurmalıyıq. Deməli, i1'imiz 7 bitdir. 7 bitə qarşılıq H1'imiz 350 bitdir. i2'miz 10 bitdir. 10 bit. H2'ni axtarırıq. Tənasübü həll eləsək, H2 bərabər olacaq 350 vurulsun 10 bölünsün 7. Bu da 3500 bölünsün 7'dir. 35'in içində də 7 5 dəfə düşdüyü üçün 3500'ü də 7'yə böləndə 500 bit eləyəcək. Niyə bitlə tapdıq? Çünki görürsünüz i-lər də bitləndir, həcmlər də bitləndir. İndi baxaq görək variantımızda. Aha, var 500 bit. Olmasaydı bayta çevirəcəyik. Cavab olacaq Y variantı. Baxaq növbəti suala 8-ci. 8-ci sualda deyilir ki, 128 simvollu əlifba ilə kodlaşdırılmış programming sözünün informasiya həcmi nə qədərdir? Bu tip məsələlərdə deməli, hər hansı bir sözün informasiya həcmini axtarırıqsa, o sözün simvollarını saymalıyıq. Programming sözünün simvollarını saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 simvoldan ibarətdir. 11 simvolumuz var. S bərabərdir 11. Dırnaqlar sayılmır. Dırnaqlar sadəcə onu fərqləndirmək üçün cümlənin içərisində ona görə yazılıb. Bir də 128 simvollu əlifba deyirsə, yenə bu bizim nəyimizdir? Böyük N-imizdir. Böyük N bərabərdir 128'dir. Buradan da avtomatik nə çıxır? I. I də olacaq 7 bitə. Həcmini axtarıqsa, həcm bərabərdir. Simvol sayı vurulsun I. Yəni 11 vurulsun 7. O da eləyir 77 bit. Cavab olacaq 77 bit. A variantı. 9-cu sualda deyir, kompüter qrafikasının tətbiq sahəsi deyil. Kompüter qrafikasının tətbiq sahələri virtual reallıqda, işgüzar qrafikadır, elmi qrafika, konstruktor qrafika. Bunlar kompüter qrafikasının növləridir, tətbiq sahələridir. Ancaq təcrübə qrafika deyə bir sahəsi yoxdur. Cavab olacaq A variantı. 10-cu suala baxaq. Deyir, vektor qrafikasına aid proqramı müəyyənləşdirin. Adobe Illustrator cavab olacaq A variantı. Adobe Illustrator digərlərinə də cavab verək. Deməli, Corel Painter, sonra Corel Photo Paint, Tux Paint, sonra Adobe Photoshop. Bunların tərkibində diqqət eləsəz, yəni Photo, Paint, Image, Picture tərkibində bu sözlər olanlar sırf raster qrafikasına aiddir. Yəni bax, Paint, Photo, Picture, Image. Bunlar bu tərkibində bu sözlər olan proqramların həmişə raster qrafikasına aid götürün. Adobe Illustrator isə vektor qrafikasına aiddir. 11-ci sualda hansı proqram qrafik redaktorlara aid deyil? Photoshop qrafik redaktordur. Freehand qrafikdir. Yəni Photoshop rasterdir, Freehand vektordur, amma ümumilikdə qrafik redaktordur. Paint yenə dediyim kimi
tərkibində paint olan sözlərin özü də qrafikdir, raster aiddir. Stencil vektor qrafikasına aiddir, yəni qrafik redaktordur. Ancaq Oracle WebIS'dir, yəni verilənlər bazasının idarəetmə sistemlərinə aid proqramdır. Cavab olacaq D variantı. 12-ci sualda raster qrafikasına aid proqramları istəyir. Yenə tərkibində paint, foto, image, picture bu sözləri axtarırıq. Deməli, olacaq TuxPaint, PaintNet, bir də StarOffice Image. Digərləri Stencil, Inkscape, Adobe Flash bunlar vektor qrafikasına aiddir. Bizə lazım idi raster. Cavab olacaq 1, 3, 6 B variantı. 13-cü sualda deyir, ASCII standartı ilə ən çox neçə simvol kodlaşdırıla bilər? ASCII standartında bir simvolun həcmi 1 byte qəbul edilir. 1 byte qəbul edilirsə, bu da 8 bitdir. 8 bitdi. Bu i-dir. I bərabər 8 bitdi də, yəni. Ən çox neçə simvol kodlaşdırıla bilər deyirsə, bu böyük eni soruşur. Böyük endə 2 i düsturuna əsasən 208, o da olacaq 256 simvol. Cavab olacaq E variantı. 14-cü sualda deyilir ki, Unicode sistemində yazılmış student sözünün informasiya miqdarını müəyyən edin. Hər hansı bir sözün informasiya miqdarını tapdıqda sözdəki simvolların sayını bilməliyik əvvəlcə. Deməli, student sözündə 7 hərf var, 7 simvol var. Unicode dediyi üçün Unicode'da da bir simvolun həcmi 2 byte qəbul edilir. Həcm düsturumuzda simvol sayı vurulsun i olduğu üçün, yəni bir simvolun həcmi vurulsun simvol sayı 2 vurulsun 7, o da olacaq 14 byte. Cavab olacaq 14 byte. Variantlarda 14 byte yoxdur deyə çevirək bitə. 14 byte bitə çevirdikdə vuracaq 8-ə. 8-ə də vuranda eləyəcək 112 bit. Cavab olacaq A variantı. 15-ci sualda ifadənin informasiya həcmini byte-la müəyyən edin. ASCII-də verir. ASCII-də yenə bir simvolumuz 1 byte qəbul edilir. Yenə simvolların sayını tapmalıyıq. Burada görürük ki, nöqtə var. Nöqtəni də simvol olaraq qəbul etdiyimiz üçün onu da sayacağıq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə simvol var. Nöqtə ilə birlikdə dırnaqlar qəbul edilmir, dırnaqlar götürülməyəcək. 14 simvol vurulsun 1 byte, o da eləyəcək 14 byte. Cavab olacaq Y variantı. 16-cı sualda küst 24 sayda müxtəlif rənglə kodlaşdırılmış qrafik təsvirin hər bir pikselinə ayrılan bitlərin miqdarını müəyyən edindir. Hər bir piksel dedikdə bir simvolun həcmi, bir pikselin həcmi, rəng dərinliyi nəzərdə tutur. Bu da i-dir. I də böyük en düsturundan çıxır. Bizdə 224 sayda müxtəlif rəng dediyi üçün bu bizim böyük enimizdir. Yəni əlifbanın gücüdür. Əlifbanın gücü 200 i düsturundan n bərabərdir 200 i düsturunda. Bizdə də verib 224. Deməli i-nin yerində nə durub? 24 durub. Deməli hər bir pikselə 24 bit informasiya yerə ayrılır. 17-ci suala baxaq. Kod uzunluğu 3 elementdən ibarətdir. Elementlərin hər biri 2 müxtəlif qiymət alarsa kodların maksimal sayını müəyyən edin. Bu tip məsələləri biz yuvalar üsulundan istifadə edərək həll edirik. Deməli 3 elementdən ibarət kod varsa, deməli hər birinə, hər bir elementə bir yuva qoyuruq. Yəni 3 dənə element varsa 3 yuva qoyacağam. Elementlərin hər biri də 2 müxtəlif qiymət alır. Tutalım ki, A, B 2 müxtəlif qiymət alır. Biz kodun birinci elementinə həm A-nı qoya bilərik, həm B-ni qoya bilərik, düzdürmü? Yəni 2 variantımız var. Ona görə 2 variantın biri bura düşdü. İkinci hissəyə də 2 variantımız var, üçüncü hissəyə də 2 variantımız var. Yəni demir ki, təkrarlanmasın. Təkrarlanmaması şərti qoyulmayıbsa, deməli hər bir elementə 2 müxtəlif qiymət varsa, 2 müxtəlif qiymətin ikisini də qoya bilərik. Sonra da bunlar bir-birinə vurulacaq, olacaq 8. Maksimal sayı kodların 8 olacaq. 18-də eyni bu şəkildə kod uzunluğu 3 elementdən ibarətdir. Elementlərin hər biri 5 müxtəlif qiymət alırsa, onda 5-in kubu olacaq da. Yəni yenə 3 dənə yuva, 5, 5, 5. Bunlar da bir-birinə vurulanda 3 dəfə 5-in kubu olur da. 5-in kubu da 125 maksimal kod sayı.
19-cu sualda renk dərinliyi 3 bit olarsa, palitrada olan renklərin maksimal sayı. Renk dərinliyi dedikdə avtomatik bizim ağlımıza gəlir birinci nə? I. Bir pikselin həcmi, bir simvolun həcmi 3 bitdir. Renk dərinliyi i-ni göstərir. Palitrada olan renklərin maksimal sayı deyirsə, maksimal sözü görürsə, bu bizdən istəyir böyük eni. Böyük enin də düsturu 2 üstü i-dir. Onda i-ni 2-nin qüvvətinə qoyanda 2 üstü 3 eləyəcək 8. Cavab olacaq Y variantı. 20-ci sual. 20-ci sualda deyilir ki, verilmiş mətnin 32 simvollu bir əlifbada kodlaşdırıldığını bilərək 40 bitlə kodlaşdırılan sözü müəyyən edin. Biz deməli burada o sözü tapmaq üçün əvvəlcə sözün neçə hərfli söz olduğunu tapmalıyıq. Yəni sözün simvol sayını tapmalıyıq. Bizə verilənlər nədir? 32 simvollu əlifba. Simvollu 2 dənə l varsa bu böyük n-dir. 32. Buradan nə çıxır? I. I bərabər neçə? 5. 5 bit. 5 bit. Sonra kodlaşdırıldığını bilərək deyir ki, 40 bitlə kodlaşdırılan kod, yəni sözün həcmi 40 bitdir. Düsturumuz da var, axı simvol sayı vurulsun i düsturu. Simvol sayımız məlum deyil, vurulsun i'miz 5 bitdir, bərabərdir həcmin də yerində nə durur? 40 bit. Onda S bərabərdir 8 olacaq. Deməli bizim axtardığımız söz 8 hərfli sözdür. Burada da baxanda, baxaq görək hansı variantımız 8 hərflidir. Klaviatura sözü 2, 4, 6, 8-dən çoxdur. Monitor sözü 2, 4, 6, 7 hərflidir. Notebook sözü isə 2, 4, 6, 8 hərflidir. Baxın, C variantı düz gəlir. Digitizer sözünə baxası olsa 2, 4, 6, 8-dən çoxdur. Printerdə 8-dən azdır. Cavab olacaq C variantı ilə.